Bismillahirrahmanirrahim. İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına. Hüməzə surəsi ayə 1. O illərlə cəbhədə olmuşdu və şəhid olmaq arzusu ilə yaşayırdı. Amma bu səadət bir cür qisməti olmurdu. Bütün dostları şəhid olmuşdu. O isə hələ sağ qalırdı. Nəhayət alimlərin yanına getdi və harada səhv etdiyini başa düşdü. Deyirdi, vay o dilə ki, nə qədər insanı cəhənnəmli edir. Başa düşmüşdü ki, əsas problem dilinə diqqət etməməsi imiş. Buna görə də incitdiyi hər kəsdən iynəli sözlər, tənələr və kinayələrlə halallıq aldı və nəticədə şəhidlik nəsibinə çatdı. Dostları deyirdilər ki, son günlərdə az danışırdı. Danışmazdan əvvəl fikirləşirdi ki, bu sözün deməyə dəyəri varmı? Digərlərinə də deyirdi. Dilinizə nəzarət edin, bəlkə elə bu sizi şəhidlikdən uzaqlaşdırır. Allah Quranda bəzən kəskin ifadələrlə xəbərdarlıq edir və bildirir ki, dili ilə başqalarını əziyyət verənlərin vay halına. Demək olar ki, bütün şəhidlərimiz bu cür günahlardan uzaq durmağa çalışıblar. Bir şəhidin xatirəsində oxumuşdum. Dostuna hədiyyə almışdı. Dostu səbəbini soruşanda, o şəhid göz yaşları içində demişdi. Dünən bilmədən sənin haqqında qeybət etdim. Nə olar, məni halal et. Burada şəhid Əhməd Əli nə yerini də xatırlamaq yerinə düşər. O, bu məsələlərə çox ciddi yanaşar və dostlarına da bu mövzularda gözəl tövsiyələr verərdi. Bu şəxs elə bir adam idi ki, mərhum Ayətullah Haqşinas onun vəfat mərasimində buyurmuşdu. Gedib Tehranda baxın görün, bu Əhməd ağa kimi biri tapılırmı? Əhməd gənc yaşlarından əməllərinə diqqət etməyə başlamış və elə məqamlara çatmışdı ki, bir çox ariflər belə məqamlara çatmağı arzulayır. O, artıq həqiqət aləminin qapılarını görürdü və dəfələrlə həzrətlə, ehtimalən İmam Zaman Əccəlallahla görüşmüş, xatirə dəftərində buna işarə etmişdi. Əhməd ağa Əminüddövlə məscidində mədəniyyət məsələlərinə cavabdeh idi və onlarla tələbəsi vardı ki, çoxu əvvəllər dinə və mənəviyyata qarşı biganə idilər. O qədər onlarla məşğul oldu, onlara zaman ayırdı ki, nəticədə onların dili tərbiyə olundu və bir çoxu çox müvəffəq və mənəviyyatlı insanlar oldular. Əhməd ağa Qur'an ayələrinə istinad edərək deyirdi, əgər biz sadəcə bu Qur'anın əmr və göstərişlərinə əməl etsək, Allah Taala'nın yaxınlığına aparan yol açılar. Ən çox üzərində durduğu mövzu nəfs tərbiyəsi, özünü islah idi. Bir dəfə bir neçə nəfərlə bir yerdə oturmuşduq. O dedi, uşaqlar, gəlin biraz əməllərimiz barədə düşünək. Özümüzü tərbiyə edək ki, şəhadət bizə də nəsib olsun. Ən azı çalışın 3 gün günah etməyin. Əgər bu 3 günü nəzarət və özünü hesaba çəkməklə keçirsəz, mütləq bir inayət sizə veriləcək. Daha sonra deyirdi, çalışın 40 gün günah etməyin. O zaman gözləriniz və qulaqlarınız açılacaq. Bu söz məşhur bir hədisə işarə edir. Hər kim 40 gün əməllərini Allah üçün ixlasla yerinə yetirsə, hikmət çeşmələri onun dilindən axar. Əhməd ağa öz məktublarının bir hissəsində bizlərə yazır. Dediyim kimi, insan gərək Allahı yaxşı tanısın. Allahı yaxşı tanıyan bəndə onun itayətinə və bəndəliyinə can atacaq. Amma bizlərin çoxu Allahı yaxşı tanımamışıq. Öz zənnimizlə elə əməllər görürük ki, düşünürük bunlar bizi Allaha yaxınlaşdıracaq. Amma əslində bu belə deyil. Əslində bu əməlləri yerinə yetirdikcə hər an Allah Taala'dan uzaq düşürük. Qardaşım, gəlin əməllərimizi diqqətlə yoxlayaq. Səhərdən gecəyədək və ya gecədən səhərə qədər etdiyimiz hər bir əməli nəzərdən keçirək. Elə məqamlar var ki, sənlə Rəbbinin arasında çox qalın bir pərdə olur. Bax gör, dediyin söz faydalıdır yoxsa yox.
yaşıdlarınla görüşəndə bir şey öyrənmək və ya onlara öyrətmək əvəzinə vaxtını bihudə gülüşlərə və səni sadəcə məşğul edən, ürəyini Allahdan pərdələyən sözlərə sərf edirsən. Kiminləsə söhbət edəndə, əgər deyəcək bir sözün yoxdursa, səssiz qal. Amma sən danışmaqdan əl çəkmirsən. Heç düşündünmü ki, Mövla sahibə zaman əccəlallah sənə baxır? Bilirsənmi ki, Mövlanın qəlbi əcdadlarının müsibətlərindən incinib və həm də Allah bəndələrinin əməllərindən doğrudanmı etdiklərimizə görə utanmırıq? Bilirsənmi, hər bir günahımızla onun mübarək qəlbinə yeni bir yara vururuq. Bu böyük bir xəcalət yeridir. Niyə bu qədər qəflətdəyik? Gəlin çalışaq, Allahı unutduğumuz saatları azaldaq. Diqqət edək, insan ömrünün bütün ləzzəti ondadır ki, bir an olsun hiss etsin. Artıq onunla yaradanı arasında heç bir hicab, pərdə qalmayıb. Xəcalətlidir ki, biz özümüzü Əhl-i Beyt əleyhissalamın davamçıları adlandırırıq. Bir-birimizi də bu sifətlə çağırırıq. Amma əməllərimizdə bu görünmür.